Gəncə şəhər, Gəncə çayı. Hər dəfə bu çayı reportaj hazırlayanda bildirirdim ki, içi çox çirkabdır. Məişət tullantıları məhz bu çayın içinə atılır sakinlər tərəfindən, sahibkarlar tərəfindən. Nəhayət ki, Gəncə çayının içi təmizlənib və yeni təmir işləri görülür. Ümumiyyətcə parkda da, Çayqırağı parkda da təmir işləri aparılır. Gəncəmizin hər bir ətrafında təmir işləri görülür. Dam örtükləri yeniləri ilə əvəzləndi. Ətraf məişət tullantıları yığışdırılır. ATV kanalının əməkdaşı Günarə Əliqızı.